Ölkədə pirat yolla yayımlar həyata keçirən operatorlara məhkəmə qərarı ilə bloklanmasına başlanılan proses Audiovizual Şura Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə müraciət əsasında aparılır. Amma görülən işlərə baxmayaraq bəzi yerli lisenziyalı operatorlar hələ də pirat yayımı həyata keçirir. Retranslasiya etdikləri kanalları müvafiq müqavilə və ya razılıq sənədi olmadan yayımlayır. Bununla da media və müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunları pozurlar. Audiovizual Şura pirat operatorların qanunsuz əməlləri ilə bağlı ötən ilin noyabr ayından mütəmadi monitorinqlər aparır. Nəticədə qanunsuz yayım həyata keçirən 20-dən artıq operatorun hər biri 5000 manat məbləğində cərimələnib. Ölkədə qanunsuz yayımlanan Match TV kanallarının da iyunun 1-dən qanuni fəaliyyət göstərən lisenziyalı yerli operatorlar tərəfindən yayımlanmaması təmin olunub. Çünki onların qanunsuz yayımladığı müxtəlif idman yarışlarının lisenziyalı yayım hüququ Azərbaycanda yalnız İdman TV, CBC Sport, ITV, Sport TV, TVNet Sport, Setanta Sports kanallarına məxsusdur. Match TV kanalları isə bu yarışların yayım hüququnu yalnız Rusiya ərazisi üçün əldə edib və o ölkənin ərazisində yayımlaya bilər. Qeyd edək ki, pirat yayımlarla məşğul olanlar, eləcə də pirat yayımların satışını həyata keçirənlər ölkənin media bazarında mövcud iqtisadi sabitliyi təhdid eləyir. Qanuni yayımçı, yəni lisenziyası olan və yayım hüququna malik media subyektləri maddi itkiyə məruz qalır. Audiovizual Şura bu istiqamətdə ciddi iş aparır. Amma təəssüf ki, qanunsuz pirat operatorlar bloklanmadan yayınmaq üçün bəzi texniki məqamlardan istifadə edərək internet üzərindən elan saytlarında və ya sosial şəbəkələrdə reklamlar yerləşdirir. Paketi IPTV Usular bizdən alır, kafelərə, publara, lanzlara illik 150 manata pub rahatlıqla satırlar. Çünki çox keyfiyyətlidir. Yəni biz bunu özümüz birbaşa serverin özündən aldığımıza görə münasib alırıq, münasib də satırıq. Amma bizdən alıb satanlar çox baha satırlar və həqiqətən də o qiymətə dəyən serverdir, paketdir. 24 saat testi isə ödənişsizdir. Pirat operatorlar qanunun tələblərini pozmaqla yanaşı, digər şəxsləri də qanunsuzluğa təşviq eləyir. Yaşayış obyektlərində ölkəmizdə yayımına rəsmi icazəsi olmayan və kommersiya obyektlərində bu yayımların həyata keçirilməsi haqqında hüquqi sahibi ilə bağlanmış rəsmi lisenziya müqaviləsi olmadan kanalların yayımının həyata keçirilməsi sahibkarları da məsuliyyət sahibinə çevirir. Bu hal isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 165-ci, yəni müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma maddəsi ilə tənzimlənir. Necə qoşula bilərik? Smart televizora gedirlər, düzdür? Bəli, var. SS IPTV proqramı varsa, yoxdursa yazın Adil Play Marketindən. Varsa füsusiyə verin mənə, orada kod var. O kodu verin mənə, mən vasitəlat edim, istifadə edim. Kodu deməli sizə göndərməliyəm. Kodu bir də mənə verirsiniz, özüm nizamlayıram, refresh edirsiniz, baxırsınız. Onu verdiniz, mən alıram, özüm girib özüm nizamlayıram da, giriş əldə edirəm. Sonra qeylirəm, siz bir dəfə göstərəcək, orada bir düymə var, bir düymə istifadə lazım, bir illik istifadə edebilirsiniz. Pirat operatorların qanuna zidd addımları bununla yekunlaşmır. Sıra gəlir ödəniş mərhələsinə. Bəs ödənişi necə eləməliyik? Kartla, oturmuşsunuz evinizdə, kart etmişsiniz tutarıcı. Pirat operatorlar dırnaqarası xidmətlərin haqqını vergidən yayınaraq əldə edirlər. Telefon zəngindən sonra sıra gəlir prosesin icrasına. Operator qısa zamanda televizora yayımı qadağan olan kanalları yükləmək üçün gedişatı izah eləyir. Müvafiq proqram vasitəsilə yeni hesab yaradılır, istifadəçi adı və şifrəni pirat yayıma yol açan operatorlar tərtib eləyir. Beləliklə, informasiya təhlükəsizliyimizə təhdid yaradan işbazların qanunsuz fəaliyyətinə tam son qoymaq üçün addımların atılması vacibdir. İsmail Əmirli, Məhəmməd Hacızadə, ATV Xəbər.